onun o yaratıcının o bir sahələrini demək istəmirəm. Rafiq müəllimin şeirlərinin ürəksiz şeir də deməyib, ürəksiz sinifdə dərs də deməyib. Rafiq müəllim o Məhəmməd Ceyh Şəhriyanın sözü deyir ki, sən şair ola bilməzsən, anadan şair doğulmamışsınsa. Rafiq müəllim anadan şair doğulub, bəzi iştirikləri dərsən Teymur müəllim də dedi. Rafiq müəllimin babası Nuşiravan İstot imzasının Molla Nəsrəddin jurnalında şeirlər çap elətdirib. Şeirləri var. İndi Rafiq müəllim arayır, axtarır onu müasir qrafikiyə keçirtməyə. Yəni, kökdən, köməkdən gələn istedad, yalnız istedad deyil, kökdən, köməkdən gələn uşaqlıq istedadı Rafiq müəllimin əslində, nəslində var və Rafiq müəllim həm də gözəl müəllimdir. Onun burada iş yoldaşları, müəllimlər iştirak edirlər. Aslan müəllim iştirak edir, Ramazan müəllim, Əzəmət müəllim, burada Törə müəlliməni gördüm, Afqan müəlliməni gördüm, Teymur müəllim iştirak edir və başqalarının adını çəksəm, burada hamı Rafiq müəllimin doğmasıdır. İnsan o vaxt doğmalaşır ki, o vaxt hamının doğmasına çevrilir ki, onun özünün ürəyindən, təpəsindən, dırnağına qədər doğma olasan. Rafiq müəllim hamıya bir doğma insandır. Rafiq müəllim təbrik edirəm, uzun ömür, can sağlığı arz edirəm. Bəyək deyildi 80-ə, 90-a, 100-ə. 100-ə çatasan, 100-dən sonra da özün bilərsən. Necə istəsən yaşayarsan. Sağ olun, var olun. Təbrik edirəm. Çox sağ olun. Teşekkür edirəm. Allah bizim boynumuza tarihi bir misya qoyub, Ulu Öndərin sərəncamı ilə Texniki Universitet Dövlət Universitetinə çevrilib. Və Dövlət Universitetinə çevrilən vaxt mənə bir insan zəng elədi, burada əyləşib, Ramazan müəllim. Dedi ki, o qədər yaxından tanışdığımız da yox idi, vasitə ilə. Dedi ki, şair, mənə dostlarım hamı şair deyir. Şair, burada bir universitet açıb, deyirəm, xeyirli olsun. Dedi ki, yox, burada filologiya fakültəsi açılır. Bu fakültəni formalaşdırmaq lazımdır. Və sizdən başqa Sumqayıtda elmi dərəcəsi olan ikinci bir filolog yoxdur ki, onu dəvət edək. Və gəlin, fikirləşək, neyək? Gəldik, fikirləşdik, iş qurduq. Bugün burada dostlarım əyləşiblər. Ramazan müəllim əyləşib, Əzəmət müəllim əyləşib, elmlər doktoru, professor. İkisi də Aslan müəllim əyləşib, fakültənin dekanı olub uzun müddət. Bu fakültənin formalaşmasında bu insanların hamısının böyük rolu olub. Və zalda görürəm, başqa dostlarımız da var burada. Və mən qürurla deyirəm ki, Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsində elmi dərəcəsi olan və olmayan müəllimlərin 90%-ni müəllim olmuşum. Onların hamısını salamlayıram, elmi rəhbərlər olmuşam. Bu işdə davam eləyə gedir. Avtomobil müəllim, çox sağ ol. Avtomobil müəllim folklor sahəsində formalaşdı, müdafiə elədi, namizədlik müdafiəsi, doktorluq müdafiəsi yadındadır. Onun doktorluq müdafiəsində elmi şura üzrü kimi çıxış eləyəndə dedim ki, qaçqınlıqdan kimsə gələndə özü ilə nəsə gətirir. Avtomobil müəllim Ağbaba folklorunu gətirib özünü. Avtomobil müəllim Ağbaba folklorunu gətirib özünü. Onu da bilirəm. Onu da bilirəm. Mən universitetdən danışırdım, ona görə deyirəm. Və onların gəldiyi gün mənim yadıma düşür. Filologlar var burada, ona görə deyirəm. Bir var ki, şeir yazırsan, qafiyələndirirsən, mən bunu şeir hesab eləmirəm. Peşəkarlıqdan danışanda o şeirdəki detal yoxdur. O şeirdəki ürəyə toxunan bir şey yoxdur. 100 dənə qafiyələndir, Nizaminin xəmsəsini ötüsün, keçsin, içində heç nə yoxdur. Nədən danışıram? Bunlar gələndə, qaçqınlıq vaxtında evlərinə getmişdim. Belə nə deyim? Çox şükür, bugünə də şükürlər olsun, doktoru müdafiə edəndə mən o sözü demişdim, bir də deyirəm. Yadıma düşən nə idi? Bu qəhrəman Sumqayıt şəhəri, Eyruz qardaşım yaxşı bilir bu tarixi.
Ermənistandan gelen ilk baskınların sırasındaydı. Aslan müəllim de Avtandil müəllimdir. Onda bir söz beni çok duygulandırmıştı. Televizyada eşitmiştim. Bir kadın oradan gelenlerden biri dedi ki, qərə giymişler. Biraz yamsılamağa da hoşdur. Qərə giymişler. Biz elə qaçırtdılar ki, itin zəncirini açmağa da unutdu. Çok duygulandırdı beni. Bunda bir şiir yazmıştım. Elə mənim gecəmdir. Onu da deyirəm. Balaca bir şeydir. Deyir, o şevlər göz dağı oldu. Dost çevrilib yağı oldu. Ulartın bu ulu kəndə layla oldu. Ağı oldu. Dost bir defa düşmən qarı, zəncirsiz olaydım barı. Çaqqallar diş qıcadılar, dartındım onlara sarı. Buludan yağa bilmirəm, eyvana baxa bilmirəm. Zəncirimi dartıb qırdım, həyətdən çıxa bilmirəm. Ev soyuyub, ocaq sönüb, durmuşam bir küncə sinib. Bu həyətə sədaqətim boynumda zəncirə dönüb. Avtandil müəllim, sağ olun o günü mənə xatırlatdığınız üçün. Bir daha təşəkkür edirəm və hamınıza özlərim